Salam qızlar, hər vaxtınız xeyir olsun. Səhifəmi izləməyi və mənə dəstək olmağı unutmayın. Əvvəlcə bunu xahiş etmək istədim. Çünki baxıram ki, izləmə sayı heç də az deyil, lakin izləyici sayım azdır. Bu da deməkdir ki, siz sadəcə baxıb keçirsiniz. Ancaq sizin dəstəyiniz mənim üçün çox önəmlidir. Bugün sizlərlə birlikdə fərqli bir salat hazırlayıram. Çoxdandır yemək işləri ilə məşğul deyiləm, ancaq mənim çox əvvəl yemək səhifəm vardı və orada fərqli reseptlər paylaşırdım. Həm də çox sevilirdi. Sadəcə uzun müddət istifadə edə bilmədim, çünki işlədiyim üçün yorulurdum. Yemək işi ümumiyyətlə bilirsiniz ki, səbir tələb edən işdir və fərqli yeməklər qoymalısan. Ona görə mən o səhifəni uzun müddət istifadə edə bilmədim. Ancaq bu səhifəmdə mövzum tək yemək olmadığına görə ürək rahatlığı ilə yemək hazırlayıram. Bəzən yemək hazırlayıram, bəzən harasa gedirik, oradan paylaşımlar edirəm. Bu həm mənim üçün maraqlı olur, həm də elə bilirəm ki, izləyicilərim üçün daha maraqlı olar. Çünki eyni kontentlə izlənmək biraz mənə sıxıcı gəlir. Həm də mənim motivasiyam da çox aşağı olur belə olanda. Bundan sonra vaxt olduqca sizlər üçün salatlar və yaxud da yeməklər hazırlayıb paylaşacağam. Ona görə də səhifəmə abunə olmağı və videolarımı bəyənməyi unutmayın. Pomidoru doğradıq, sonra xiyarın qabığını soyuruq. Mən bu dəfə xiyarı heç suyunu sıxmadım. Siz istəsəz sıxa bilərsiniz. Ancaq mən biraz sulu istəyirdim salatı, ona görə də sıxmadım. Belə xırda ölçüdə doğrayırıq, amma çox xırda da doğramırıq ki, salatın içində itməsin. Pomidorun üzərinə əlavə edirik. Bu pendir miyalla pendiridir və əzilmir. Belə qub-qub onu da doğrayırıq. Çox kiçik ölçüdə doğramırıq. Yenə dediyim kimi. Daha sonra belə but və qanat qaynatmışam. Əslində bunu döş ətindən etsəz daha yaxşı olar. Sadəcə məndə hal-hazırda yox idi. Ona görə də bud qanat qaynatmışam. Düzdür, budum daha çox idi, ancaq ki, deyəsən yoldaşım naharda gəlib və birini ötürüb gedibdi. Toyuğun da üzərindəki dərisini çıxartmağa çalışdım mümkün qədər. Daha sonra belə xırda-xırda doğradım və əlavə etdim salatın üzərinə. Burada yenə də qanadı da doğrayıram. İstəsəz bişəndə duz tökə bilərsiniz suyuna, istəsəz tökməyə bilərsiniz. Mən bu dəfə tökməmişdim. Sonda salat əlavə etdim deyə belə qarışdı, duzlu oldu. Sonra kahı əlavə edirəm. Kahının dəstəsini 70 qəpik almışdım və çox böyük bir şey oldu da. Əvvəldə normalda alanda heç bu boyda böyük olmur. Nəysə qızlar, bunu da nazik-nazik doğradım və onu da əlavə elədim salata. Belə qarğıdalı almışam, konservləşmiş. Qapağını zülümlə açdım və suyunu axıdandan sonra onu da əlavə etdim salata. Duz, istiot əlavə etdikdən sonra, daha doğrusu yox, istiot əlavə etmədim, amma siz istəsəz əlavə edə bilərsiniz. Mayonez də əlavə etdim və başladım yaxşıca qarışdırmağa. Yaxşı qarışdırmaq şərtdir ki, bütün ərzaqlar biri-birinə keçsin ki, son olaraq üzərinə bişirdiyim makaronu da əlavə edib bir dəfə də qarışdırıram və qoyuram soyuducuda gözləyir. Hazırlayan hər kəsə nuş olsun.